Salam uşaqlar, hər vaxtınız xeyirli olsun. Mən istəyirəm sizlər üçün bu günlərin məhlullar mövzusunda olan, deməli, hansı mövzudur? Həll olan maddənin kütlə payı mövzusunda olan bəzi testlərin də izahatını verim. Rahat şəkildə artıq bu testləri işləməyi bacarasınız. Müəyyən bir qismini vermişdim sizə. Deyir, hansı maddənin suda doymuş məhlulunda kütlə payı azdır? 24-cü testə baxırıq. Biz artıq burada diqqət eləməliyik ki, maddəmiz suda həlli olmayan olsun, yəni çöküntü olsun. Və yaxud da suda həlli olmayan, pis həlli olan duz olsun. Baxıram ki, burada kalsium SO4 suda pis həlli olan duzdur. Ona suda pis həlli olan duz olduğuna görə çöküntü də deyirlər. Hansı maddənin doymuş məhlulunda kütlə payı azdır? O maddənin suda doymuş məhlulunda kütlə payı azdır ki, o suda pis həlli olandır, yəni çöküntüdür. Mən də çöküntüləri əzbərləyəndə artıq bilirəm ki, plüm SO4 çöküntü sayılır. Keçirik növbətiyə. Məhluldan su buxarlandırdıqda ilkin və ikinci məhlul arasında hansı münasibət doğrudur? Məhlula su əlavə etdikdə də, məhluldan su buxarlandırdıqda da biz bilirik ki, M1 omega 1 bərabərdir M2 omega 2 düsturuna əsasən hesablanılır. Məhlula su əlavə etdikdə ilkin və ikinci məhlul arasında hansı münasibət doğrudur? Yenə də M1 omega 1 bərabərdir M2 omega 2. M1 qram deyir natrium, M2 qram suda həll olur. M1 qram natrium, M2 qram suda həll olur. Və bu zaman deyir ki, görək nə deyir? Həll edilir natrium hidroksid məhlulu hazırlanır. Məhlulun kütləsi M üçün hansı münasibətlər doğrudur? Mən görürəm ki, M1 qram natriumdan M2 qram su reaksiyaya girəndə alınır natrium OH və bu qabdan uçub gedən var, itkin var. Ona görə alınmış məhlulun kütləsi həmişə kiçik olacaq M1 plus M2-nin cəmindən. Səbəb nədir? Çünki bu ikisinin cəmi ola bilmir. Burada itki var, uçub gedənin var. Ona görə alınan məhlulum həmişə M1 və M2-dən kiçik olacaq. 29-da eynidir. 29-da da biz baxsaq, görəcəyik ki, uşaqlar. Burada yenə M1 qram deyir kalium, M1 qram kalium, M2 qram su ilə reaksiyaya daxil olduqda, yenə burada baxıram ki, məhlulda uçub gedənim olduğuna görə alınmış məhlulum həmişə kiçik olacaq M1 plus M2-nin cəmindən. Onda səbəbini artıq bildiniz ki, nəyə görə. Sonra baxırıq uşaqlar növbəti sualımıza. Xorək duzunun suda doymamış məhlulunda qatılığı artır. Xorək duzunun suda doymamış məhlulunun qatılığı nə zaman arta bilər? Bax, duzlu sudur, qoymusunuz qazın üzərinə, temperaturda verirsiniz. Və bu zaman qatılıq, yəni duzluluq, qatılıq, yəni duzluluğu necə artacaq? Su əlavə ediləndə, xeyr, əksinə duzluluq azalacaq. Suyu buxarlandırdıqda, bəli, su buxarlananda duzluluq artır. Natrium klorid əlavə etdikdə, bəli, xorək duzu da əlavə eləsəm duzluluq neyniyər? Artar. Cavab olacaq 2 ilə 3. Sonra ardınca keçirik növbəti sualımıza, baxaq. Deməli, digər sualımızı yerləşdirək uşaqlar. Aha, gəlin baxaq. Növbəti bizdə 31-ci sualımızda görək nə deyir. Aha, deyir xörək duzunun, baxaq. Deyir, xörək duzunun suda doymamış məhlulunda qatılığı azalır. Yəni, duzluluq nə zaman əlavə eləsəm, nə zaman azala bilər? Su əlavə edəndə, bəli. Suyu buxarlandırdıqda yox, əksinə duzluluq artır. Natrium klorid əlavə etdikdə duzluluq artır. Yalnız bir doğru cavab olacaq. Eyni temperaturda hazırlanmış doymuş məhlullarda, baxaq bizə dənə, bunu götürüm qırağa. Deyir, eyni temperaturda hazırlanmış doymuş məhlullarda natrium sulfatın və kalium sulfatın, yəni bunların kütlə payları arasında hansı münasibət doğrudur? Natrium sulfat, bu natrium 2SO4'dür. Bir də verib kalsium sulfat. Kalsium sulfat da budur, kalsium SO4. Yadınızda qalsın ki, deməli, hansı məhlullarda kütlə payı daha çox olur? Suda yaxşı həll olan duzlarda məhlulda olan duzun kütlə payı daha çox olur. Kalsium SO4 suda pis həll olan duzdur, əsasən çöküntü olaraq götürürlər. Onda natrium SO4-ün, yəni omega 1 böyük olacaq. Nədən? Omega 2-dən. Çöküntünün həmişə omegası zəif olur. Ardınca baxırıq 33-də də eyni qayda ilə verilibdir. Görək nə deyir? 33-də deyir ki, kalium sulfat, kalium 2SO4, gümüş 1 sulfat, argentium 2SO4. Deyir, bunların kütlə paylarının münasibətini müəyyən elə.
Mən bilirəm ki, Argentum Cesudur, çöküntüdür. Ona görə omega 1 omega 2-dən böyük olacaq. Keçirəm növbəti sualımıza. Görün növbətdə nə deyir. Baxaq. Deyir uşaqlar, qarışdırılan məhlulların kütləsi və həll olan maddənin kütlə payı M1 omega 1 ilə qarşıdırılıb M2 omega 2 və alınıbdır omega 3. İki məhlulu qarşıdıranda alınan düsturdan istifadə edəcəm. Omega 3 bərabərdir M1 omega 1 üstə gələk M2 omega 2 bölünsün M1 plus M2. Burada nə edəcəyik uşaqlar? Omega 3'ü M1 plus M2'ye vuracaqsınız. Tərəf-tərəfə vurduq. Ardınca sonra M1'in M2 olan nisbətini hesablayacağız. Deyək sayın bəs burada omega 2 böyükdür omega 1 niyə görə yazılıb? Məsəl üçün deyək, burada tutaq ki, sən cavabı alırsan ki, məsələn, M1-in M2 olan nisbəti, tutaq ki, uşaqlar, rəqəm olaraq deyirəm. Və yaxud da ki, qoyun bir dənə mən bunun cavabını axtarım. Cavabına uyğun mən sizə bir dənə diqqət edəcəyiniz bir məqamı deyim. Bu, məhlullar bölməsinin ikincisidir də 34. 34'də olacaq cavab D bəndi. Məsələn, D bəndədir. Nə yazıbdır? Deməli, omega 1 çıxılsın omega 2 bölünsün omega 3 çıxılsın omega 1. Sən tutaq ki, cavabı alırsan belə. Omega 2 çıxılsın omega 1 və omega 1 çıxılsın omega 3. Və o ona görə verilir ki, sən bilməlisən ki, omega 2 omega 1-dən böyükdür. Mən necə omega 2 deməli, omega 1-dən böyükdür. Onda mən baxıram ki, məsələn, omega 2 omega 1-dən böyükdürsə, omega 2-dən omega 1-i neyə bilərəm mən? Çıxa bilərəm. Çünki böyükdən kiçik çıxılır. Əgər gördünsə ki, məsələn, doğru cavab, məsələn, D variantı, üzr istəyirəm, 34'də nə idi? D variantı. Necə dəqiqə? Cavaba baxım, cavab üzərindən deyim. 34'də cavab oldu. Hə, D variantı. 34'də D variantında görürəm ki, omega 2 çıxılsın omega 3'dür. Omega 3 çıxaq omega 1'dir. Bizə bunu nə üçün veriblər? Bax uşaqlar, burada nəyə diqqət edin? Baxın, bunu mən sildim ki, rahat şəkildə görəsiniz. Omega 2 omega 1'dən böyükdürsə, deməli omega 2 çıxılsın omega 3 bərabərdir. Omega 3 çıxır. Məsələn, niyə A bəndi ola bilməz? Baxın, omega 1-dən omega 2 çıxır. Kiçikdən böyük çıxsa mənfi işarə ola bilər. Bu səhvdir. Sonra niyə görə məsələn bu ola bilməz? Omega M1-in M2 nisbətində görürsən ki, bu alınmayacaq. Omega 1 çıxılsın omega 2 baxın görürsünüz. Bax bunu ona görə verir. Omega 1 çıxır omega 2 olan cavablar çıxmaz və burada görürsən ki, bölünən alınır. Doğru cavab deyil. Uzun sözün qısası. Bax, buranı silirəm. Bu düsturdan nə tapırıq biz? Biz bu düsturdan tapacağıq. Deməli, bu hissədən tapırıq, vurub açırıq, M1-in M2 nisbətini hesablayırıq. Keçdi növbətiyə. Müəyyən temperaturda 100 qram suda. Nə deyir mənə? M su bərabərdir 100-ə. 25 qram maddə. Maddə bərabərdir 25. Həll olaraq doymuş məhlul əmələ gətirir. Həmin temperaturda bu maddənin hansı qatılıqlı məhlullarını hazırlamaq olar? Gəlin uşaqlar, opşa meqanı hesablayaq görək. Maddə bölünsün, məxrəcdə maddə üstə gəlsin, su vurulsun 100%. Düzdür? Gəlin görün neçə faizli məhlul alınır burada. 25 bölünsün 125, 25 vurulsun 100-ə. Biz dəqiqə kalkulatordan istifadə edək. Deməli, 25 bölünsün 125 vurulsun 100. Bu eləcə 20%'dir. Aha. Mənim 20%'li məhlulum varsa, mən 20'dən yuxarını heç vaxt ala bilmərəm. 20'dən aşağı lüboy bir şey ala bilərəm. Vəssalam, cavab olacaq digər. 36'ya baxırıq. 36'da məhlulları qızdırdıqda ilk anda ayrılan X və Y maddələrini müəyyən edin. Uşaqlar, sulfat turşusunun suda məhlulunu qızdırdıqda məhluldan ilk anda su ayrılır. H3PO4'ün də suda məhlulunu qızdırdıqda məhlulda ilk anda su ayrılır. Bunu necə yadımda saxlaya bilərəm? Uşaqlar, mən ilk 4 dənə belə deyək də cədvəl vermişəm kitabımda, nəzəriyyə kitabımda var uşaqlar. Kimlərdə ki nəzəriyyə kitabım varsa, rahat şəkildə bu testin cavabını tapa bilər. Və buradan da çıxacaq su, buradan da çıxacaq su. Amma qabımızda NH3 ilə H-xlor olsaydı, bunlar suda yaxşı ayrılan qazdır və bunların məhlullarını qızdıranda ilk anda elə özləri çıxacaq. Yəni H-xlordan H-xlorun özü, NH3-dən isə NH3 məhlulundan da NH3-ün özü. Sonra növbətiyə baxaq. Bir dəqiqə. Aha. Bir dəqiqə. Keçdi növbətiyə.
37-ci suala baxırıq. Görək bizə nə deyir 37-ci sualda. Aha. M1 və 80% x tuzu məhluluna M2 20% x tuzu məhlulu qarışdırılıb və 40% x tuzu məhlulu alınıbdır. M1-in M2 nisbətində bu adi məsələdir. Biz nə edəcəyik? Deməli, bax bu M1 omega 1-dir. Bu da M2 omega 2-dir. Bu da alınan obşu omegadır. Düsturu öyrənmişəm ki, omega bərabərdir M1 omega 1 üstə gələk M2 omega 2 bölünsün M1 plus M2. Vurub açacaqsan M1-in M2 nisbətini tapasan vəssalam. 38-ə baxırıq uşaqlar. 38-ə görə bizə nə deyibdir? Deyir daha doğrusu. Aha, 38-ə görə nə deyir? Deyir ki, 4-cü proses qurtardıqdan sonra hər bir qabdakı məhlulun faizlə qatılımını müəyyən edin. Uşaqlar, fikir verin, biz nəyə diqqət eləməliyik? Bax, birinci qabım. Görürəm ki, x qram su çıxdı bu qabdan. Fikir verirsən? Bəs qaba girən suyum nə qədərdir? Elə x qram sudur. Aha, nə qədər su çıxıbsa bir o qədər də su giribdir. Yəni uzun sözün qısası bir qrupda 20 şagird var, ikisi gedir, ikisi yenisini götürürsən. Nə dəyişəcək? Heç bir şey. Şagird sayı dəyişmir. Burada görürəm x qram su bu qaba ikinci qaba daxil olub, amma x qram deyil, onu tərk edib. Bura x qram su girib, buradan x qram su tərk edib. Deməli burada faizlər neynəməyəcək uşaqlar? Dəyişməyəcək və salam. Çünki nə qədər su giribsə o qədər də bu da onunla eynidir. Ardınca keçsək bura növbətiyə. Növbətdə görək nə deyir? Növbətdə deyir ki, 100 qram 20,8 faizli barium xlorid məhlulu. Barium xloridi yazırsan, üzərinə gəlirsən natrium 2 SO4. Burada hələlik ki, deyə bilərəm, qırağı bir birləşdi ortalarda 2 natrium xlorid, üstə gələk barium SO4. Aha. İndi mənə nə deyir? 100 qram 20,8 faizli barium xlorid. Bu görün kütləsi nə qədərdir? Deməli, 100-ü vururam 20,8-ə, 100-ü vuracağım 20,8-ə, böləcəyəm 208-ə. Bu deyiləcə 10. Deməli, 10 qram barium xlorid götürülür. Keçirəm növbətiyə. 100 qram 20 faizliyin kütləsini tapıram. 100-ü vurdum 20-yə, böldüm 100-ə, elədi 20 qram. Aha. Kütləsi bunun 142-dir. Bu birisində isə kütlə nə qədərdir? 208-dir. Məhluldan sonra hansı maddələr deyir məhlulda qalar? Yadınızda qalsın, məhlulda çöküntü heç bir zaman qalmır. Bunu sildik. Məhlul oldu ki, o suda həll olmuş şəkildə. Bir, natrium xlorid alınacaq. Bir də bunların nübir nüvçüsünü tap. Nübir nüvçü nədir? Onu böləcəksən 208-ə, nübir bərabərdir. 10 bölünsün 208, nüvçü bərabərdir. 20-ni də 142-yə bölsün. 20 bölünsün 142. Burada hansı çoxdursa, çox olan məhlulda olacaq. Çünki az olan tükənəcək. Deməli, nübir nüvçüdə hansında böyük rəqam alındısa, bax, buradakı cavablar böyük alınsa, o qalacaq məhlulda. Bir də ki, təbii ki, çöküntüdən başqa digər duz qalmış olacaq. Növbətiyə baxırıq. Bu birinci qrup qəbul sualıdır, zamanla düşmüşdür. Baxaq. Aha. Deyir 450 qram suda. Nə deyirsə, mən onların hamısını bir-bir qeyd edirəm. 450 qram su. Neyniyəcəyəm? Götürürəm mən, M suyu yazıram, 450 qram. M su bərabərdir 450 qram. Deyir suda neçə litr metanol həll etmək lazımdır? Adama deyərlər ki, suda maddəni litrlə axı biz tapırdıq. Biz məhlul bərabərdir, M məhlul bərabərdir. M maddə üstə gəlsin, M su deyirdik. Mənə maddəm qramla verilməlidir. Amma mənə litrlə istəyir. Onda mən maddəmin qramını tapıb, qramdan çerez, belə deyək də, litrə keçə bilərəm. Deyim, neçə litr metanol həll edim ki, omegası 40% olan formalin alınsın. Mən də bilirəm ki, omega bərabərdir. Maddə bölünsün, məxrəcdə maddə üstə gəlinsin, su vurulsun 100%. Aha, bu maddədir. Hə. Vurulsun 100%. 40 bərabərdir. X bölünsün, X plus maddə baxı bilmirəm qramla. 450 vurulsun 100-ə. Aha, bircə dəqiqə uşaqlar, bunun bir dənə cavabını çıxarım mən. Deməli, bura 2,5 düşdü. Bundan getdi 2,5 x bərabərdir x plus 450. Bu da elədi 450-ni böləcəyəm. Keçəndə bu tərəfə 1,5. X-im elədi 300. Aha. 300 qram mənim maddəm var. Amma mənə deyir ki, neçə litr metanol?
Bu metalı mən tapdım ki 300 qramdır. İndi bunu nəyə çevirməliyim? Litrə. 300 qram metanalım x litrdir. Ay mənim, axı mən bunun qramını bilmirəm. Baxın uşaqlar, bu hissədə onun emeri verilibdir. Emeri hazır şəkildə sənə verilibdir. 30-a bərabərdir. Onda 30 isə litr deyəndə nə yazacağam? 20,4 litrdir. Vəssalam. Baxaq növbətiyə. Deyir 63,5 ml suda. Demişəm suyun həcmi ilə suyun kütləsidir. M su bərabərdir 63,5. Deyir 22,4 litr H-xlor əlavə edilib, qarışdırılıbdır. Axı mən litrlə qramı qarışdıra bilmərəm. Onda mən qıraqda tapıram. 22,4 litr H-xlorum. Qoy görüm neçə qramdır. Amma bilirəm ki, 22,4-üm 36,5 qram demiri. Deməli, maddəm nə qədər tapdım? Maddəmi də tapdım 36,5. Aha. Deyək kütlə payını hesablayalım. Omega bərabərdir. Maddə bölünsün, maddə üstə gəlinsin, su vurulsun 100%. Все. Buradan da omega bərabərdir. Maddəm 36,5 bölünsün 36,5 üstə gəlinsin 63,5. Böyləcə 100 vurulsun 100. Yüzlər ixtisar olundu. Cavabım elədir 36,5. Vəssalam. Bu qədər sadə və bəsit. Keçdim növbətiyə. Aha. Görün nə deyir növbətdə. Deyir 25 qram mis kuporosunu 55 ml suda həll etdikdə alınan məhlulda mis sulfatın kütlə payını hesablayın. Mənə verib 25 qram mis kuporosu, yəni kupru meso 4 vurulsun 5H2. Aha. Mənə bunun içində kupru meso 4-ün kütlə payını istəyir. Aha, onda mən nə etməliyəm? Qoy 25 qramda qoy görüm neçə qram kupru meso 4 var. Aha. Qramın altında 25'in altında 250 bunun emeridir. Bunun da emeri 160'dır. Buradan tapıram ki x maddəm nə qədər oldu? Bir şey qoşal qələmin ucunu. Aha. X maddəm nə qədər oldu? X maddəm 25 getdi 160'ı böldüm 16. Aha. İndi mənə bayaq nə dedi? Deyimiz ki sulfatın kütlə payında. M məhlulum nə qədər oldu uşaqlar? 25 qram mis kuporusu atmışam, 55 qram suda həll eləmişəm. Elədi neçə qram? 80 qram. Omegada nəyə bərabərdir? Maddə 16. Bölünsün məhlul 80. Vurulsun 100%. Və salam tap, bu da sənin cavabın. Bax növbətiyə. Deyir 200 qram 16% misçi sulfat məhlulu hazırlamaq üçün. Qoy görüm 200 qram 16% kupru meso 4-üm nə qədərdir? Bu elədi nə qədər? 32 qram. Aha. Məhlula neçə qram mis kuporusu götürmək lazımdır? Kuprum SO 4 vurulsun 5H2. Yəni, belə deyək də, kupru meso 4 alıblar bundan və mən də bunu tapdım 32 qram. 32 qram bunu almaq üçün deyir neçə qram mis kuporusu lazımdır? 250'ni almaq üçün 160 qram bunu götürmək lazımdır. Və salam, adi məsələdə həll edir. Növbətiyə baxırıq. 20% duz məhlulundakı suyun 4/3 hissəsi buxarlansa, alınan məhlulda həll olan maddənin kütlə payını hesablayın. Uşaqlar, 20%li duz məhlulu o deməkdir ki, maddəm 20'dir. Suyum isə 80'dir. Ki 20'ni bölüblər. 80 plus 20'ye vurublar 120% alır. Deyir suyun 4/3 hissəsi buxarlandırılıb. 4/3'ü buxarlandırıldı. Gəlin görək nə qədər qaldı. 60'ı buxarlandı, getdi. Əvvəl götürmüşdüm 80, 60'ı uçub gedib. Nə qalıbdı? Qalan 20 qramdır, unutma. Qalıb. Və maddəm də nə qədərdir? Maddəm də 20 qramdır. Aha. İndi məndən deyir, kütlə payında omega bərabərdir. Maddə bölünsün maddə plus su vurulsun 100%. Və salam, hesabla, bu da sənin cavabındır. Keçsin növbəti.
Birazdan dərsə girəcəm, uşağa nə qədər çatdırsam düzəldib qoşacağım. Mənə deyir ki, görək nə deyir? Deyir 96% sulfat turşusu məhlulu su ilə sulfat turşusudur. Sudur. 96% bunu veribdir. Bunun faizini bilmir. Neçə faiz deyir sulfat turşusu əmələ gəlir? Aha. Deyir 1-in 2-yə nisbətində, 1-in 2-yə kütlə nisbətində qarışıbdır. Su ilə qarışıbsa su əlavə edəndə düzdürmü? Bu nə olacaq? Omega 1 bu olsun M1. Mənə veribdir nə? M2 və mənə deyir omega 2 nə qədər olar? Vəssalam. Mən indi nə edəcəm? Baxın uşaqlar. Deməli, düsturu tətbiq edirəm. M1 omega 1 bərabərdir. M1 plus M su vurulsun omega 2. Burada omega 2'ni tapacağım. Omega 2 bərabərdir. M1 omega 1 96 vuraq 1 bölünsün. M1 plus M2 bir üstə gəlinsin 2. 96'ını da böləcəksən 3'ə. Vəssalam. Ardınca baxaq. Görək nə deyir? Deyir ki, məsələyə baxaq. Deyir 150 qram 60% sulfat turşusu məhlulu üzərinə. Deməli, məhlul 150'dir. Omega 60'dır. Burada maddəm nəyə bərabərdir? Deməli, eləyəcək 80. Tamam. Bəs su nə qədərdir? Su 150'nin 80'i maddədirsə, deməli 70'i də sudur. Bu birinci məhlul üçün. Keçirəm ikinci məhlula. Məhlulum 100 qramdır. Deyir 100 qram məhluldur. Özü neçə faizi? 70%. Omega bərabərdir 70%. Burada mən maddəmi tapanda nə qədər tapıram? 70'i vurdum 100'ə böldüyümüzü 70 qram. Və suyum nə qədərdir? Məhlulum 100'dürsə, maddəm 70'sə 30'u bunun suyumuş. Çünki maddə üstə gələ su bizə məhlul verir. Bunu da bildik. İndi deyir alınan məhlulda neçə su molekulu olar? Mən indi ikisinin qarşılığında 70 ilə 30'u toplayıram. 70 ilə 30'u toplayıram. Bu delədi nə qədər? 100 qram su. Düzdür. İndi mənə nə deyir? Deyir alınan məhlulda neçə su molekulu olar? Aha. 100 qram suyu da 100 qramda neçə deyir su molekulu olar? Mən nə edəcəyəm? Alınmış deyir məhlulda su qram. Baxdıq ki 150 qram mənim məhlulum var. Oy sildim üzr istəyirəm. Məhlul bərabərdir 150 qram. Baxın uşaqlar diqqət edin. Omegam 60%'dir. 150'ni vurdum 60'a böldüm 100'ə. Üzr istəyirəm burada səhv hesablamışam. 90 eləməlidir. Aha. Onda 90 ilə 70'i toplayıram. Daha doğrusu 90. 150'dən 90 çıxanda bura 60 eləyəcək suyum. Səhv hesaplamışam. Bura 60'dır. Aha. 60 ilə də 30'u toplayanda mən görürəm ki, mənim məhlulda 90 qram suyum oldu. 90 qram suyum da neçə oldu? 90'ı bölürəm 18'ə. Deməli 90'ı böldük 18'ə. Bu da elədi 5 mol. 5 moldur və cavabım da Avogadro ədədləri ilə verildiyinə görə uşaqlar baxın diqqət edin Avogadro ilə verildiyinə görə. 5'i də vuram 6,2 vurulmuş 23'ə vəssalam. Bu qədər sadə və bəsit. Aha. Kesin növbətiyə. Görün növbətdə nə deyir? Diqqətlə. Deyir 0,25 mol kükürt trioksidi 225 qram suda həll edilməsi alınan məhlulda sulfat turşusunun deyir. Baxın uşaqlar, birincisi kükürt trioksid SO3'dür. Üzərinə su gələndə 1'in 1'ə nisbətində girilib alınır H2SO4. Bu öz yerində. Bizə maddəmiz molla verib. Gəlin onu qrama çevirək. 0,25 mol SO3'üm qoy görüm neçə qramdır mol. Bilirəm ki 1 molum SO3'ün demiri nə qədər verilib? 80'dir. Buradan maddəmi tapdım ki SO3 həlli olan maddəmi. 0,25'i vurdum 80'ə. Bu elədi 20. 20 qramı atıblar 225 qram suda həll ediblər. Onda uşaqlar gəlin bax bunu indi mən silirəm artıq siz bildiniz burada. Onda yaxşı mənim M məhlulum nə qədər oldu?
20 üstə gələk 225 elədi 245. Aha. Amma məndən SO3 ilə bağlı istəmirəm. Alınmış sulfat turşusunun faizini istəyir. Gəlin görək onda neçə qram sulfat turşusu alınır. Nədən müəllimə? 20 qram SO3 götürüləndə. Aha. Gözüm görür ki 80-ə isə 98 alınır. Bundan bu ixtisar getdi. 98-i böləcəyik 4-ə. 98 bölək 4. Bu da elədi 24,5. X-im elədi 24,5. Bu mənim maddəmdir. İndi bunun kütlə payı deyirsə, omega bərabərdir. Həmən bu maddənin kütləsi bölünsün cəmi məhlulun kütləsinə vurulsun 100%. Bu da sənin cavabındır. Kesin növbəti. Deyir, natrium hidroksidlə baxaq. Deyir, natrium hidroksid və suyun mol nisbəti, H2O-nun mol nisbəti 0,25-in 5-ə kimidir. Deyir, natrium hidroksidin kütlə payını tap. Onda mən natrium hidroksidin kütləsini taparam. Deməli, 0,25-i vuraram 40-a. Bu elədi 10 qram. Mənim maddəm. 5 molda suyu, 5-i vuracağım 18-ə. Bu da mənim cavabım eləyəcək 90 qram da su. Və burada 10 qram natrium OH-ın kütlə payını necə taparam? Omega bərabərdir. Natrium OH-ın kütləsi bölünsün cəmi məhlulun kütləsinə vurulsun 100%. Və salam cavab edirəm. Eynili uşaqlar 50 də eynidir, yəni problem yoxdur və 51 isə, 51 isə bu 48 ilə eynidir. 48 hələ biraz gələcəkdir. Burada sənin məhlulun, məhlulun 5,6 ilə bunu toplayacaqsan. Çünki suyun həcmi elə suyun qramıdır. Elə bu qram deməkdir. Sonra 5,6 qram kalsium oksiddən uşaqlar baxın. 5,6 qram kalsium oksiddən neçə qram kalsium OH2 alındığını tapasınız. Kalsium oksid üstə gələ H2O-dan. Alınır kalsium OH2. Aha. Sonra 5,6 qramı buna görə bunun qramını tapasan. 56 ise 74 alınır. Burada maddəmi nə qədər tapdım? Maddə bərabərdir 7,4. Omega da bərabərdir. Maddə 7,4. Bölək bu ikisinin cəmi. Çünki məhlul ikisini qarşıdıranda alınır. 5,6 üstə gələ 994,4 vurulsun 100-ə. Bu da oldu bizim sonraki. Baxaq. Görüm, hə, düz gəlmişəm. 53-ə baxıram. Aha. Görək sualımızda nə deyir? Deyir, 200 qram 20% natrium OH məhlulu hazırlamaq üçün neçə qram natrium çuvalı lazımdır? Bu adi məsələdir. Deməli, yazacağıq, deməli, natrium 2O, üstə gələk H2O, alınır 2 natrium OH. Aha. 200 qram 20% natrium OH məhlulu qoy görək neçə qramdır? Tez neyniyəcəm? 200'ü vurdum 20'yə, böldüm 100'ə. Elədi nə qədər? 40. Deməli, 40 qram natrium OH deyir almaq üçün. Deyir, neçə qram natrium çuvalı lazımdır? X qram. Gözüm görür ki 62 ise bize 2 vurulsun 40 lazım olur. Yani alınır daha doğrusu. Bəs. Sonra baxırıq 53'ə. Tipdə istifadə edilən yod kristallik yodun spirtdə 5% məhluludur. Aha. Demək mənə nə verib? Omega bərabərdir 5%. Omega bərabərdir 5%. Rahat görəsi deyə qırmızı elədim. Deyir, spirtdə məhluldur. 200 qram belə məhlul hazırlamaq üçün məhlul bərabərdir 200, özü deyir ağzında. Deyir, sıxlığı, rho sıxlığı 0,8 qram bölünsün millilitr olan neçə millilitr spirt lazımdır? Yodu spirtdə həll ediblər. Bu deməli spirtdir. V spirt istəyir məndən. V spirt tapmaq üçün M spirt bölünsün rho spirt olacaq. M spirti hardan tapa bilərəm?
Mən spirt burada həlledici rolunda oynayır. Onda omega bərabərdir. Maddə bölünsün maddə üstə gələk su vurulsun nəyədir? 100%. Burada suyun yerinə spirt sözü olacaq. Vəsə. Onda mən neyniyə bilərəm? Maddənin də yerinə məhlul çıxılsın spirt yaza bilərəm. Yaza bilərəm. Onda gətirirəm baba, bunu silirəm. Maddə yerinə gətirib yazıram. Deməli, məhlul çıxılsın spirt. Çünki mənə maddə verəcək. Və burada da lap istəsəniz elə birbaşa ilə məhlul şəklində də yaza bilərəm buranı. Bu hissəni. Burada da yazaram məhlul. Aha. Nə olacaq indi? 5 vurulsun 200 bərabərdir. 200 çıxılsın x vurulsun 100. Aha. Bu 100 ilə bu getdi. Burada qaldı 2, 10. 10 bərabərdir 200 çıxılsın x. X də bərabərdir nəyə? 190. Aha. İndi mən burada həlledicinin kütləsini nə qədər tapdım? 190. Bunu da bölürəm sıxlığına 0,8-ə. Cavab eləyir. Çünki bu axı bunun kütləsidir, m-dir. Bu m-i də gətirdim 190-ı burada düsturda yerinə qoyuram. 190-ı bölürəm 0,8-ə. Bu da eləyir 237,5. Cavab olacaq cəbənd. Kesin növbətiyə. Aha, görək nə deyir. Deyir 40%li məhlulda suyun 1 moluna neçə mol natrium OH düşür? 40%li məhlul nədir? Mənim maddəm 40-dır, suyum 60-dır. İndi deməli suyun 1 mol. Natrium OH da suyla görə neçə deyir mol düşür? 60 suyuma 40 qram mənim maddəm düşüb. Düzdürmü? Natrium OH-ım düşüb. Aha. İndi bu 18 qram suyum, yəni suyun 1 moluna. Qoy görüm neçə qram natrium OH düşür. X-i buradan nə tapıram? Tapıram ki 120. Amma 120 qramla istəmir məndən. Deyir neçə mol düşər. 120-ni də bölürəm. Natrium OH-ın emiri 40-a. Bu deyilir nə qədər? 120 yox, üzr istəyirəm. 12. Səhv böldüm. Aha, 12-ni də bölürəm 40-a. Cavab elədi 0,3. Bu qədər sadə və bəsit. Kesin növbətiyə. Deyir 80 qram sulfat bölüsü. Bu bayaqçından uşaqlar. 80 ilə 200 toplayasan sənin məhlulun olacaq 280 və 80 qram kükürt trioksidə görə, 80 qram SO3-ə görə sulfat turşusunu alacaqsan neçə qram olduğunu, x qram və tapdığı bu 80 ilə 200-ün cəminə biləsən. 80-i isə 98-ə. Cavabı tapdım 98. 98 maddəndir. Məhlulun isə 80-dən 200 qram suda, bir dəqiqə. Heç suda demir axı. Mən məsələn səhv oxuyuram. Çox üzr istəyirəm uşaqlar. Bu hissə doğrudur. Bu heç bunu indi silməyimə baxmayın. Aha, deyir 80 qram kükürt trioksidə suda əldə etmədə 200 qram məhlul alın. Bu məhlulda artıq mənə verir. 200 qram mənə verib sulfat turşusu. Deyir bu məhlulda sulfat turşusunun kütlə payını tapın. Bu mənə məhlulu verib 200 qram. İndi 80 qrama görə bayaqlar dedik, axı bunu düz eləmişik. SO3-dən H2SO4-ün neçə qram alındığını taparam. X qram. 80-ə isə 98. Burada mən maddəmi nə tapdım? 98. Həmən o 98-i bölürsən 200-ə vurursan 100-ə. Bu bayaqki məsələdən deyil, şərti oxumamış dedim. İndi isə oxuyanda artıq rahat şəkildə görə biləcəksiniz sözüzdə. Baxaq növbətiyə. Deyir ki 56-da görə nə deyir? Deyir 800 qram 20%li natrium hidroksid. Tez neynirəm? 800-ü vururam 20-yə bölürəm 100-ə. Bu neçə elədi? 160 qram. Düzdürmü? İndi 160 qram natrium OH-ı tam neytrallaşdırmaq üçün neçə qram sulfat turşusu lazımdır? Uşaqlar, tam neytrallaşma odur ki, OH H-a bərabər olmalıdır. Baxıram ki, 2 dənə H-ım var, deməli 2 OH olmalıdır. 2 olması üçün bura 2 atdım. Qramın altına əmsal vurulsun emir, qramın altına əmsal vurulsun emir. Düzürsən? Əmsal vurulsun emir. Bu da sənin cavabındır. Burada ikisini də tap cavablandır.
Sonra ardınca baxırıq növbətiyə. Bu bayaqçınandı uşaqlar. Buna aid eləmişəm. 100-ü vur 17-yə böl 100-ə. Bu elədi 17 qram. Argentum NO3 17 qramdır. 170-də aşağısına yazarsam. Bunun üzərinə gəlirəm natrium xlor. 100-ü vurdum 30-a böldüm 100-ə. Bu da elədi 30 qram. Bunun demiri 58,5 elədi. Aha. Buradan alınacaq argentum xlor çökəcək. Çöküntü məhlulda olmur. İpyuluz natrium NO3. Məhlulda olan natrium NO3 olacaq. Bir də bunun nübir nüçüsünü tapacaqsan. 17-ni böləsən 170-ə və 30-u böləsən 58,5-ə. Hansının rəqəmi böyüksə bir də o qalacaq məhlulda. Axırda o qalmış o, çünki artıqdır. Amma az olan həll olur, gedir də qalmır ona. Baxaq ardınca görək nə deyir. Deyir natrium hidroksitin mol sayını, suyun mol sayından 2 dəfə az olan məhlulunu hazırlamaq üçün 72 qram suda neçə qram natrium OH əlavə etmək lazımdır. Gəlin baxaq uşaqlar. Natrium hidroksid, natrium OH yazıram və suyun mol sayından. Aha. Deyir natrium hidroksidin mol sayı, suyun mol sayından 2 dəfə az olan məhlul hazırlamaq üçün 72 qram suya neçə qram natrium OH əlavə edilməlidir. Deməli, 72 qram suya deyir neçə qram natrium OH, x qram. Əvvəldən də deyir ki, natrium hidroksidin mol sayı, məsələn 1 mol budursa, suyun mol sayının 2 dəfə az, suyun mol sayının 2 dəfə az onda, məsələn əmsalı 2-dirsə, bundan 2 dəfə az 1 mol olacaq. Onda altında nə yazacağım? 2 vuraq 18-ə isə 1 vurulsun 40-dır. Aha. İndi bunu da hesablayaq, cavabı tapaq. Deməli, 72 vurulsun 40 bölünsün 2 bölünsün 18. Cavab eləyir 80C variantı. Kesin növbətiyə. Bu da ondandır. Eyni məsələdir, eyni tipdir. Ona görə izahat vermirəm. Burada artıq, burada isə 60-da isə baxırıq uşaqlar. Deyir, barium xlorid kristal hidratı verilib. Deməli, M məhlul nə olacaq? M məhlul bərabərdir. 24,4-ü atıblar 55,6-da həll ediblər. Bu elədi nə qədər? 24,4 üstə gələk 55,6. Bu elədi 80 qram məhlul. Aha. İndi barium xlorid kristal hidratının kütlə payını demirik. Məhlulda deyir olan barium xloridin kütlə payında. Aha, onda mən 24,4 qram barium xlorid kristal hidratı verməyib. Bax, 2H2O. Bunun mən içində qoy görüm neçə qram barium xlorid var, onu taparam. Buna aid qrupda da izahat vermişdim. Daha sonra dərsdə. 244 bunun içində, emirin içində 208-dir. İndi tapdığın nə olsa barium xlorid maddəsidir. Böl 80 qram məhlula vur 100-ə, bu da cavabındır. Eyni ilə uşaqlar, bu da eyni məsələ tipidir, yəni eynidir. Baxaq görək nə deyir 62-ci sualda. 62-də deyir ki, 800 qram 30% məhluldan su buxarlandırdıqda onun kütləsi 600 qram olubdur. Deyir, alınan məhlulda maddənin kütlə payını hesablayın. Aha. Mənə nə deyir? M1-i verib 800. Omega 1-i verib 30%. O ki, məhluldan su buxarlandırırıq. Biz düsturda nə yazırıq? M1 omega 1 bərabərdir. M1 çıxılsın, M su vurulsun omega 2. Qulasın. Bax, diqqətli olaq. Su buxarlanandan sonra kütləsi 600 olub. Yəni, bu 800-dən nə qədərsə su buxarlandırıb, buraya eləyib 600. Söhbət aydındır. Məhlulda həll olan maddənin kütlə payını tap. Omega 2-ni soruşur səndən. M burada nisbət, yəni M1 çıxılsın, M su fərqi də nəyə bərabərdir? Deyir 600. Qoy düsturda hesabla. 800 vurulsun 30 bərabərdir. 600 vurulsun omega 2. Buradan da neyinə? Omega 2-ni tap. Keçir 63-ə. Görək nə deyir.
Deyir 300 qram 2% natrium xlorid məhlulunu 150 qram qalına qədər buxarlandırdıqda alınan məhlulda həll olan maddənin kütlə payı yenə eyni şeydir uşaqlar, bu məsələ kimidir. Ardınca növbətiyə baxırıq. Deyir 227 qram 10% xlor turşusu məhluluna əlavə olaraq 44,8 litr hidrogen xlorid əlavə edilərsə, alınan məhlulda H xlorun deyir kütlə payını tapın. Baxın uşaqlar, bizə nə veribdir? Bizə verib məhlulum 227 qram. Omeqam 10%. Aha. Əlavə edilən maddəm litrlə verib 44,8 litr. Gəlin bunu nəyə çevirək? Qrama. Qoy görüm qıraqda 44,8 litr H xlorum neçə qramdır? 22,4-üm 36,5-dir. Deməli 36,5-i, 36,5-i bir dənə üzr istəyirəm, 36,5-i vuracağam nəyə? 2-yə. Bu deyilir 73 qram. Deməli maddə əlavə edilib 73 qram. Və deyir ki, alınan məhlulda xlor turşusunun kütlə payını tap. Aha. Və bu 227 qram, hə, 7 yaşayalım. 227 qram 10%-də qoy görüm maddəm nə qədərdir ki, 73-də əlavə ediblər. Burada maddəni tapmaq üçün 227-ni vurdum, ona böldüm 100 elədi 22,7. Demək, əvvəl 23,7 vardı, əlavə edildi 73 qram. Üstə gələ 22,7, bu elədi 95,7, 95,7. Aha. Deməli, bu mənim opşu maddəm oldu. İndi mən alınan xlor turşusunun kütlə payı omega bərabərdir. Maddə 95,7. Bölünsün məhlul. Uşaqlar qulaq asın. Əvvəl məhlulum 227 idi. 73 qramda maddə əlavə edəndə axı məhlulum artacaq. 227 üstə gələ 73 məxrəcə yazacaq. Vurulsun 100%. Deməli, 227-nin üzərinə gəlirəm 73. Bu elədi 300. 95,7-ni böləndə 300-ə vururuq 100-ə eləyir nə qədər? 31,9 A variantı olacaq. Aha. Geçsin növbətiyə. Altmış 5-ci suala baxaq. Deyir, məhlul üzərində kalium OH əlavə etdikdə məhlulda həll olan maddənin kütlə payını hesablayın. Uşaqlar, məhlula təmiz hissə olaraq qələvi və yaxud da duz əlavə ediləndə bunun omeqasını götürəcəyik 100%. Onda deyir, neçə faizdir? Bax, M1, omega 1, M2 budur, omega 2 də budur. Opş omega nəyə bərabərdir? M1, omega 1, üstə gələ M2, omega 2 bölünsün M1 plus M2 vəsə. Bu da sənin cavabındır. Bu qədər uşaqlar düşünürəm ki, hələlik bu qədər bəs eləyər, dərsə girəcəyim.